Bir sıra əqli məsələlər var ki, hərdən elə suallar verirlər, deyirəm, axı sən düşünsün, mənim cavabıma ehtiyac yoxdur. Hər şeyin hazır almağa çalışmayın. Düşünün, özünüz nəticələr əldə edin. Dinin mənası budur, keçən dəfə də dedim, biri bizim əvəzimizə düşünə, danışa, biz də deyək, baş üstə. Belə deyil, din. O təqlid şəriətə aiddir. Əqli məsələlərdə kim getsə birinin kör-körana sözün qəbul eləsə, bədbəxt insandır o. Düşüncəsiz hər kim olur olsun, elmi rütbəsindən asılı olmayaraq, hər bir insanın əqli məsələlərdə sözünü təfəkkürlə qəbul edin. Bunu özünüz üçün adətə çevirin. Kör-körana kiminsə sözü ilə oturub durmayın. Kör-köranəlik insanı uçuruma aparır. Və Allah Quranda bunu deməsəydi, sözümü tamamlayıram. Mən cəsarət edib bunu deməzdim. Allah bəzən ağır sözlər işlədir Quranda. Bizə ağır gəlir, amma Allah təhqir üçün demir, eyni həqiqəti deyir. Bəzi insanlar barədə buyurur ki, ulaikə kəl-ən'am bəlhum əzəl. Bunlar dörd ayaqlı heyvan kimi bəlkə daha aşağıdırlar. Mən cəsarət eləyənməzim, Allah sözüdür deyə deyirəm. Niyə belə olub? Bir insan niyə bu vəziyyətə gəlib düşür ki, dörd ayaqlı heyvandan daha aşağı olur? Cavabını özü deyir. Onlar düşünmürlər. Düşüncədən məhrumdular. Düşünməmək gətirib çıxardır insanları, o vəziyyətə salır ki, insan dörd ayaqlı heyvandan daha aşağı tənəzzül eləyir. Düşüncəsizlik belə böyük bir bəladır. Dinimiz insanları təfəkkürə dəvət edir, çünki insanlara hörmət göstərir.